Bu videoda sizə plazma televizoru, yəni ki, internetə qoşula bilməyən televizoru necə Smart TV-yə çevirə bilərsiniz, onu göstərəcəm. İlk növbədə hal-hazırda ekranda gördüyünüz cihazdan əldə edirsiniz. İstənilən elektronika mağazasından və yaxud bir marketdən onlayn qaydada TV Box adı altında sifariş edə bilərsiniz. Məsləhət görərdim ki, minimum alacağınız TV Box-un RAMı 4 GB olsun. Çünki 4-dən aşağılar televizorda dona işləyir. Kutunun içərisində bir ədəd TV Box, bir ədəd HDMI kabel və bir ədəd onun pultu olur. HDMI kabelin bir tərəfin TV Box-a qoşursunuz, digər hissəsində televizorun arxasında olan HDMI çıxışına yerləşdirirsiniz. Yerləşdirdikdən sonra televizorun pultuna ehtiyac yoxdur. Bütün komandalar TV Box-un pultu ilə həyata keçirilir. Qarşınıza belə bir səhifə açılır. Səhifənin ən yuxarı hissəsinə keçid edirsiniz və sağ tərəfdə olan parametrlər bölməsinə daxil olursunuz. Yenə də qeyd edim ki, bütün bu proseslər TV Box-un pultu vasitəsilə aparılır. Daha sonra buradan internet bölməsinə keçid edirsiniz və qoşulmaq istədiyiniz internetin üzərinə vurub kodu daxil edib asanlıqla qoşulursunuz. İnternetə qoşulduqdan sonra geri qayıdıb aşağı hissədə olan account bölməsinə keçid edirsiniz. Keçid etdikdən sonra Add New Account bölməsinə daxil olub, buradan da Google-u seçirsiniz. Eyni telefonda olduğu kimi öz e-mail ünvanınızı, daha sonra isə həmin ünvanın parolunu daxil edib hesab açırsınız. Həmin hissələri mən göstərməyəcəm, çünki başqa heç bir əməliyyata ehtiyac yoxdur. E-mail yazılır və daha sonra həmin e-mailin kodu. Bütün bunları etdikdən sonra artıq sizin TV Box-unuzda hesab mövcud olur. Geri qayıdıb proqramlar bölməsinə keçid edirsiniz və burada sizi belə bir səhifə qarşılayır. Daha sonra buradan Chrome-dan istifadə edə bilərsiniz, eyni ilə kompüter sistemində olduğu kimi. Daha sonra Play Store-a keçid edə bilərsiniz. Play Store-da eyni ilə telefonda olan stildədir. İstənilən proqramı buradan yazıb yükləyə bilərsiniz. Qaleriya bölməsi isə həmin bu TV Box-a CD kart və yaxud flash kart daxil etsəniz, həmin kartda olan şəkil və videoları bu qaleriyadan izləyə bilərsiniz. Əsası isə YouTube bölməsidir. YouTube-a daxil olandan sonra Add Account bölməsinə keçid edirsiniz. Daha sonra buradan ikinci seçimi seçib, eyni ilə telefonda olduğu kimi öz e-mailinizi və həmin e-mailin parolunu daxil edib asanlıqla YouTube-da account yaradırsınız. Hal-hazırda ekranda gördüyünüz kimi telefonda olduğu kimi burada da bir neçə hesab əlavə edə bilərsiniz. Öz hesabıma keçid edirəm. Asanlıqla telefonda izlədiyiniz videoların davamını buradan izləmək mümkündür. Axtarış bölməsinə keçid etmək üçün sol tərəfdə olan alətlər zolağına keçib birinci seçmə daxil olursunuz. Daha sonra buradan istənilən mövzu haqqında axtarış edib videolar izləyə bilərsiniz. Axtarış etdikdən sonra həmin terminə uyğun olaraq sizə belə bir videolar təklif olunur. Qeyd edim ki, Shorts videolarda izləmək mümkündür. Bir sonraki videoda isə həmin bu TV Box-a TikTok-u necə yükləyə bilərsiniz, onu göstərəcəm. Kanala abunə olub videonu bəyənməyi unutmayın.